Salamlar, mən Səmra Kərəmova. Bugün sizlərlə may ayının 4-də Abbas müəllimin təşkilatçılığı ilə keçirilən sınaq imtahanının riyazi hissəsini təhlil edəcəm. Deməli, başlayırıq ilk sualımızdan. İlk sualımızda deyir, A və B sütunları xanalarında verilmiş miqdarları müqayisə edin. A sütunda verilib 10/1 plus 2/1. B sütunda isə 5/3. Biz əvvəlcə tapmalıyıq A sütundakı kəsrlərin cəmini. Onu tapmaq üçün 10/1 plus 2/1. Bu iki məxrəcləri fərqli olan kəsrləri toplayanda bunların məxrəclərini bərabərləşdiririk. 10/1 üstəgəl olur. Bu 2 10-a gətirəndə artıq 5-ə vururuq. Bu zaman bu üstündəki surəti də 5-ə vurmuş oluruq. Yəni olur 10/5. O da bərabər edir 10/6. 10/6-yı da 2-yə ixtisar edə bilirik. O zaman olur 5/3. B variantımızda da 5/3 var idi və A variantımızda 5/3 edir. Yəni cavabımız bərabər olur. Burada variantımız olur C. Keçid edək indi ikinci sualımıza. İkinci sualımız da miqdar müqayisəsinə aiddir. Şərtimiz belədir. Tutaq ki, A vurulsun B böyük 0-dan. Bu zaman A variantında verilib A plus B, B variantında isə verilib A. İndi biz keçək bunları müqayisə etməyə. Şərtimizdə dediyi kimi A vurulsun B əgər 0-dan böyüksə də bu zaman deyə bilərik ki, A böyükdür 0 və B böyükdür 0. A kiçikdir 0, B də kiçik olur 0. Yəni A vurulsun B 0-dan böyükdürsə də o zaman ikisi də ya müsbət olur, ya da ikisi də mənfi olur. İndi misalı həll etmək üçün biz A-ya və B-yə qiymətlər verib buna baxaq. A və B-yə əvvəlcə ikisinə də müsbət qiymətlər verək. A-ya verək 5, B-yə verək 3. Bu zaman A plus B bərabər olur 5 plus 3, o da edir 8. Bu zaman A-mız da olur 5. Yəni 8 5-dən böyük olur. İndi keçid eləyək A kiçikdir 0 və B kiçikdir 0 variantına. Bu zaman bizim A plus B olur minus 5 minus 3. O da edir minus 8. A'mız isə minus 5'dir. Yəni minus 5 bu zaman minus 8-dən böyük olur. Yəni bir variantda əgər ikisi də müsbətsə də bizim cavabımız A böyük olur. Amma ikisi də mənfidirsə də cavabımız B böyük olur. Bu zaman deyirik ki, verilən məlumat hansı miqdarın artıq olduğunu müəyyən etmək üçün kifayət deyil. Yəni cavabımız olur C variantı. İndi isə keçid edək üçüncü misalımıza. Yenə bir miqdar müqayisəsi misaldır. Burada şərtimiz verilibdir x kiçikdir y və sütunlarımızda verilib. A sütununda verilib 5x plus 6y, B-də isə 10x minus 5y. Bunları müqayisə etməliyik. Və şərtimiz də x kiçikdir y. Biz burada bizə başqa bir şərt verilməyibdir. X ya naturaldır, ya y naturaldır, ya rasionaldılar. Belə bir bizim şərtimiz yoxdur. Ona görə də hər bir ədədi götürə bilirik. Deyək ki, başlayaq. X-ə verək 0. Y-də 0-dan böyük bir ədəd olmalıdır. Məsələn 1. Bu zaman bizim bu variantlarda yerinə qoyub hesabladıqda A variantında olur 6, B variantında olur minus 5. Bu zaman böyük olur A variantı. İndi isə burada başqa bir ədədlər qoyaraq hesablayaq. İkisinə də mənfi qoyaq məsələn. X-imiz olsun minus 2, Y-imiz isə minus 2-dən böyük mənfi ədəd minus 1. Burada isə bu variantlarda x və y-i yerinə qoyanda artıq A variantında olur minus 16, B variantında isə olur minus 15. Bu zaman isə B variantı daha böyük olur.
Yəni bu zaman deyirik ki, yenə verilən məlumat hansı miqdarın artıq olduğunu müəyyən etmək üçün kifayət deyil. Yəni cavabımız olur C variantı. İndi isə keçək 4-cü nömrəyə. Burada şərtimiz belədir. 2 zər atıblar. Düşən ədədlərin cəminin 9 olması ehtimalı, bir də 9/1. Bunları müqayisə etməliyik. Biz bilirik ki, zərin 6 üzü var. Zərin 6 üzü olduğu üçün və 2 zər atdıqları üçün burada mümkün nəticələrin sayı olur 6 vurulsun 6, 36-ya. Yəni bütün mümkün nəticələrimiz bizim 36-dır. Burada düşən ədədlərin cəminin 9 olması ehtimalını tapaq. Bunu tapmaq üçün bu 2 zəri atdıqda cəminin 9 olması ehtimallarını bilməliyik. Yəni 3 plus, məsələn 6 olsa 9 olur. 6 plus 3 olsa 9 olur. 4 plus 5 olsa 9 olur. Və 5 plus 4 olanda 9 olur. Bunların sayı isə bərabərdir 4-ə. Yəni bizim burada olur 36-da 4. Bunu da ixtisar edəndə bərabər olur 9-da 1-ə. Burada yəni A və B variantımız bərabər olur. Yəni cavab C variantı. Keçid alaq 5-ci sualımıza. 5-ci sualımızın A variantında deyil 200-ün 15%, B variantında isə 190-ın 20%. İndi bunların faizini tapaq. 200-ün 15% dedikdə 200-ü vururuq %15-ə. O da bərabər olur 30-a. Yəni A variantımız bərabər olur 30. İndi keçək B variantına. 190-ın 20%. 190-da vururuq bu zaman %20-yə. Bu da bərabər olur 38. Yəni B variantımızda olur 38. Bu zaman B variantı A variantında böyük olur. Yəni cavabımız B. Keçid alırıq 6-cı sualımıza. 6-cı sualımızda x ulduz y bərabər olur 3x plus y bölünsün 2x plus y-ə. Və biz buradan tapmalıyıq A variantında 1 ulduz 3-ü, B variantında 3 ulduz 4-ü. Bunu necə tapırıq? Əvvəlcə bu şərtə diqqət yetiririk. Burada x ulduz y və burada da 3x plus y bölünsün 2x plus y verilib. Variantlarımızda isə 1 ulduz 3 və 3 ulduz 4. Yəni A variantına baxdıqda 1 və 3-ü x və y-in yerinə, eyni ilə B variantında da 3 və 4-ü x və y-in yerinə qoyuruq. Başlayaq A variantından. 1 ulduz 3-ümüz o zaman bərabər olur. 3, x-in yerinə 1 qoyduqda vurulsun 1, üstə gəl. Y-in yerinə də 3 qoyduqda olur 3. Bölünsün 2 vurulsun x yerinə 1 plus y yerinə 3. O da bərabər olur 5-də 6-ya. İndi keçək B variantına. B variantında artıq 3 ulduz 4-dür. Beşdə 6. 3 ulduz 4-ü hesablayaq. Burada 3 vurulsun, x-in yerinə artıq 3-ü qoyuruq. Plus y-in yerinə burada verilən qiyməti 4-ü qoyuruq. Aşağıda isə 2 vurulsun, x-in qiyməti 3 toplansın, y-in qiyməti 4. O da bərabər olur 10-da 13-ə. Biz bunları müqayisə etmək üçün bununla eyni məxrəcə gətirməliyik. Yəni 5-də 6-yı məxrəci 10 halına gətirməliyik. Bu zaman 10-u bölməliyik 5-ə, edir 2. Yəni 5-i vururuq 2-yə 10. 6-yı da 2-yə vuranda edir 12. Yəni A variantımız olur 10-da 12. B variantımız olur 10-da 13. Yəni bu zaman cavabımız olur B.
Yəni B daha böyük olur. İndi isə keçid alırıq 47-ci məsələyə. Ədədlər toplusu verilmişdir. 2x, 4, y9, 12, 15. Bu ədədlər toplusunda moda 4, ədədi orta 8-dirsə, bu ədədlərin diapazonunu tapın. Biz bilirik ki, moda bu ədədlər arasında ən çox iştirak edəndir. Ədədi orta bu ədədlərin cəminin sayına nisbətidir. Diapazon isə bu ədədlərin ən böyük ilə ən kiçiyi arasındakı fərqdir. İndi biz bilirik ki, ədədi orta 8-dir. Yəni bunların cəminin sayına olan nisbəti. Yəni bunu tapırıq. 2x plus 4 plus y plus 9 plus 12 plus 15 bölünsün bunların sayına, yəni 7-yə bərabər olur 8. Bu zaman x plus y plus digər bütün bilinən ədədlərin cəmi, yəni 42 bərabər olur 56-ya. Bu zaman x plus y-imiz bərabər olur 14-ə. Biz burada ədədlərin modası 4-dür deyiriksə də və ədədlər toplusuna baxırıq ki, 4 sadəcə bir dəfə iştirak edibdir. Əgər moda 4 deyirsə də, bu x ya y-dən biri mütləq 4 olmalıdır. Məsələn, götürək x bərabər olsun 4-ə. Bu zaman y-imiz olur 10-a bərabər. Yəni, burada məchullarımızı biz tapdıq da, diapazonu tapmaq üçün ən böyükdən ən kiçik çıxırıq. Ən böyüyümüz burada olur 15, ən kiçiyimiz də isə olur 2. Bunlar da belə çıxanda cavabımız olur 13. Yəni A variantı. Keçək 48-ci suala. Sualımız belədir. Paralelogramın tərəfləri nisbəti 4-ün 6-yadır. Perimetri 100 cm olarsa, onun böyük tərəfini tapın. Yəni bizim verilib belə bir paralelogramımız. Bunun tərəfləri biri 4x, bir də 6x olur. Perimetri də bərabərdir 100 cm. Perimetrin düsturu belədir. 2 vurulsun A plus B. O da bərabər olur 100 cm. Bizim burada A bərabər olur 4x-ə, B isə də bərabər olur 6x-ə. İndi bu A və B-yi düsturda yerinə qoyub hesablayaq. 2 vurulsun 4x plus 6x bərabər olur 100-ə. O da 2 vurulsun 10x bərabərdir 100. 2 də 10-a vuranda, yəni 12-ə vuranda eləyir 20x bərabərdir 100. Buradan x-i tapdıqda 100-ü bölürük 20-yə, o da bərabər olur 5. Böyük tərəfi tapmağımız üçün 6x-i tapmalıyıq. 6 vurulsun, x-imizin də qiyməti 5 olduğu üçün vurulsun 5. O da eləyir 30. Yəni cavabımız olur B variantı. İndi keçək 49-cu suala. Sualımız belədir. Traktor 500 kvadrat kilometr ərazini 5 saata əkirsə, həmin traktor 1500 kvadrat kilometr sahəli ərazini neçə saata əkər? Burada biz tənasüb qurmalıyıq. 500 kvadrat kilometri 5 saata əkirsə, 1500 kvadrat kilometri neçə saat əkər? Yəni, bunda götür x. Bu zaman x bərabər olur. Bunları belə çarpaz vurmalıyıq. O da olur 1500 vurulsun 5 bölünsün 500-ə. Bu da bərabərdir 15. Yəni 500 kvadrat kilometr ərazini 5 saat əkirsə traktor, 1500 kvadrat kilometr ərazini 15 saat əkər. Cavabımız olur A variantı. İndi keçirik 50-ci suala. Sualımız belədir. Verilmiş əmələ görə burada bizim verilibdir alt-alta toplamamız. Amma bəzi ədədlər yerinə hərflər verilibdir. Biz tapmalıyıq bu hərfləri və sonra A plus B minus C-yi. İndi tapaq. Bizim toplamamız belədir.
plus 5b bərabərdir 734-ə. Biz ilk öncə tapmalıyıq b-yi. 8-in üstə b gələndə 4 etməlidir. Bizim burada b-miz mənfi ola bilməz. Yəni, belə başa düşürük ki, bu 14-dür. Sadəcə 4 rəqəmini yazıblar. Yəni, 8-in üstə neçə gəlsək 14 olar. Yəni, b-miz bu zaman olur 6. Bu zaman 8-in üstə 6 gələndə cavab eləyir 14. 4 yazılar, 1 yadda qalır. Sonra a plus 5 etməlidir 3. Yəni, biz burada da belə görürük ki, 13 olmalıdır. Burada da a-nın üstə 5 gələndə, a-nın üstə 5 gəlsək 13 olmalıdır. Və bir yadda olduğu üçün, bir yadda ki, buna sonradan artacağı üçün a plus 5 bərabər olmalıdır 12-yə. Bu zaman a-yı da götürürük 7. Və bu belə olduqda 13, yəni 3 yazırıq, bir yadda qalır. 3 plus c bərabər olur 7-yə. Yəni bir yadda olduğu üçün 3 plus c-miz 6 olmalıdır. Bu zaman c-miz də bərabər olur 3-ə. İndi bu düsturda yerinə qoyub hesablayaq. Burada a-mız bizim oldu 7, b-miz oldu 6, minus c-miz də oldu 3. Bu da bərabər olacaq 10-a. Cavabımız olur C variantı. Keçid alaq 51-ci suala. Sualımız belədir. AB parçası 2, 3, 4, 5 nisbətində 4 parçaya bölünmüşdür. Ən kiçik parçanın uzunluğu 20 cm bərabər olarsa, AB parçasının yarısı nəyə bərabərdir? Biz burada nisbətlərə baxaq. 2-nin 3-ə, 4-ə, 5-ə nisbətləri verilir. Bunların arasında ən kiçiyi bilir ki, 2-dir. Burada deyirik. 2x bərabər olur. Burada ən kiçiyin uzunluğu 20 cm dediyinə görə 2x-imiz 20-dir. Bu zaman x-imiz bərabər olur 10-a. Və AB parçasının yarısı nəyə bərabərdir onu taparkən 2x plus 3x plus 4x plus 5x'i tapmalıyıq. Bu zaman x-imiz də bizim 10 olduğuna görə bunları toplayaq. Edəcəkdir 14x. X-imiz də 10 olduğuna görə 14'ü vururuq 10'a. Edir 140. Və AB parçasının yarısı dediyinə görə 140'ı bölürük 2'yə. Və cavab edir 70. Yəni B variantı. İndi isə keçid edirik göstəricilərin təhlilinə. Göstəricilərin təhlilində bizim verilibdir cədvəlimiz və cədvəlin yanında bir dairəvi diaqramımız. Cədvəldə təhsil müəssisələrində riyaziyyat üzrə təhsil alan tələbələrin 2018-2020-ci illərə əsasən göstəriciləri verilibdir. Dairəvi diaqramda isə 2020-ci ildə riyaziyyat üzrə təhsil alan tələbələrin faiz göstəriciləri verilmişdir. Və biz bu cədvəl və diaqrama əsasən növbəti sualları cavablandırmalıyıq. 52-ci sualda belə deyir. 2018-ci ildə riyaziyyat üzrə təhsil alan tələbələrin neçə faizi ikinci kurs tələbəsidir? Biz burada 2018-ci ildə təhsil alan bütün tələbələri toplayırıq. Yəni, hər bir kursda oxuyan 2018-ci ildəki tələbələri toplayacaq. Bu zaman 195 plus 175 plus 160 plus 170 bərabər olur 700. Bu bütün tələbələr hamısı olur 100%. Neçə faizinin ikinci kurs tələbəsi olduğunu bilmək üçün ikinci kurs tələbələrinə baxırıq. 175. 175 də olur x. Və bunu biz çarpazı vuraraq x-i tapırıq. Buradan indi x-i tapırıq. Bu zaman x bərabər olur 175 vurulsun 100 bölünsün 700. O da bərabərdir 25'ə. Yəni, riyaziyyat üzrə təhsil alan tələbələrin
25% ikinci kurs tələbəsidir. Cavabımız olur A variantı. İndi isə keçək 53-cü suala. Sualımız belədir. 2020-ci ildə riyaziyyat üzrə təhsil alan tələbələrin nə qədəri Azərbaycanlıdır? Biz burada əvvəlcə cədvələ əsasən 2020-ci ildə təhsil alan bütün tələbələrin sayını tapmalıyıq. Yəni bu zaman biz 255 plus 200 plus 165 plus 140 bunları toplayırıq. O da bərabər olur 760. Bunların nə qədər Azərbaycanlı olduğunu bilmək üçün biz dairəvi diaqrama baxırıq. Burada 160-ı 100% olaraq götürürük. Və dairəvi diaqramda Azərbaycanlıların 2020-ci ildə riyaziyyat üzrə təhsil alan faiz göstəriciləri dairəvi diaqramda göstərilibdir. Azərbaycanlılara baxır, bu 30%-dir. Bu zaman x-imiz bizim olur o zaman 30%. Yenə çarpaz olaraq x-i tapırıq. X bərabər olur 760 vurulsun 30 bölünsün 100. O da bərabər olur 228. Yəni cavabımız olur B variantı. İndi isə keçid alaq 54-cü suala. Sualda belə deyil. 2018-ci ilə nisbətən 2021-ci ildə riyaziyyat üzrə təhsil alan birinci kurs tələbələrinin sayı nə qədər artmışdır? Əvvəlcə baxırıq 2018-ci ildə birinci kurs tələbəsi nə qədərdir? Cədvəldə 195 verilib. Və 2021-ci ildə birinci kurs tələbəsi 270. Və 2018-ci ilə nisbətən 2021-ci ildə riyaziyyat üzrə təhsil alan birinci kurs tələbələrinin sayı nə qədər artmışdır deyəndə artıq biz 270-dən çıxacaq 195-ini. O da bərabər olacaq 75-ə. Yəni cavabımız olur D variantı. İndi isə keçid alırıq göstəricilərin təhlilinin son sualına. 2021-ci ildə riyaziyyat üzrə təhsil alan gürcü tələbələr erməni tələbələrdən neçə dəfə artıqdır? Bunu dairəvi diaqrama baxaraq asanlıqla həll edə bilərik. Dairəvi diaqrama baxdıqda 2021-ci ildə riyaziyyat üzrə təhsil alan tələbələrin faiz göstəriciləri verilibdir. Burada gürcülər 60%, ermənilər isə 10%-dir. Bunu asanlıqla 60%-i 10%-ə bölərək tapa bilərik. Bu zaman cavabımız olur 6 dəfə. Yəni cavabımız olur C. Keçirik məsələlərə. 56-cı sualımız belədir. Qutuda 9 ağ, 10 qırmızı, 6 qara olmaqla cəmi 25 top vardır. Qutuya baxmadan götürülən topun ağ rəng olmaması ehtimalını tapın. Burada biz bilirik ki, cəmi 25 topumuz var. 25 top. Bunun 9-u ağdırsa da, bu qutuya baxmadan götürülən topun ağ olması ehtimalı bərabər olur 25-də 9-a. Bəs ağ olmaması ehtimalı onu tapmaq üçün biz əvvəlcə 25-dən çıxırıq 9-unu edir 16. Yəni bu zaman deyə bilərik ki, ağ olmaması ehtimalı bərabər olur 25-də 16. Yəni cavabımız olur C variantı. Yəni burada 25 topumuz varsa da 9-u ağ, 10-u qırmızı, 6-sı qaradırsa da qutuya baxmadan götürülən topun ağ rəngi olması ehtimal deyəndə artıq 25 topdan 9-u ağdır deyə 25-də 9 olur. Ağ olmaması ehtimalı deyəndə isə burada artıq 25-dən 9-u çıxırıq, 16 qalır. Yəni bu götürülən topun ağ olmaması ehtimalı isə 25-də 16-ya bərabərdir. Keçid alırıq 57-ci suala. Sual belədir. Şəkildə düzbucaqlı verilmişdir. Tərəfləri x və 2x olan düzbucaqlının perimetri 12 cm-ə bərabərdir. Düzbucaqlının böyük tərəfi nəyə bərabərdir? Biz bunu tapmaq üçün əvvəlcə bilirik ki,
Düzbucağın perimetri bərabər olur 2 vurulsun A plus B. Bizim burada A'mız bərabər olur X-ə, B'miz isə bərabər olur 2X-ə. Və A və B'yi yerinə qoyaraq hesablayaq. 2 vurulsun 2X plus X bərabərdir. Perimetrimiz 12-dir, 12 santimetrə. Buradan da olur 2 vurulsun 3X bərabərdir 12-yə və olur 6X bərabərdir 12. Bu zaman X-imiz bərabər olur 12 bölünsün 6-ya. Yəni X bərabərdir 2-yə. Düzbucaqlının böyük tərəfi nəyə bərabərdir dedikdə isə biz tapmalıyıq 2X-i. Bu zaman 2X bərabər olur 2 vurulsun 2-yə, yəni 4 santimetrə. Cavabımız olur B variantı. İndi isə keçid alaq 58-ci suala. Sualımız belədir. Birinin 60% digərinə bərabər olan 2 ədədin cəmi 184 olarsa, bu ədədlərin böyüyü neçəyə bərabərdir? Əvvəlcə məsələyə baxaq. Birinin 60% deyəndə, yəni olur %60. Bu iki ədədi də X və Y şəklində götürək. Birinin 60% digərinə bərabərdir deyilsə də, %60X bərabər olur Y-ə. Və iki ədədin cəmi 184 isə X plus Y bərabər olur 184. Buradan belə sistem tənliyi kimi həll etməyə başlayırıq. Və burada Y-in qiymətini, yəni 160X-i bu Y-in yerinə qoyaraq hesablayaq. O da olur X plus %60X bərabər eləyir 184-ə. Buradan %160X bərabərdir 184. Buradan X isə bərabər olur 184 vurulsun 100 bölünsün 160. O da bərabər edir 115. Və buradan Y-i tapaq. Y isə bərabər olur 184 çıxılsın X, yəni 115. O da bərabər edir 69. Məsələdə də bizdən deyir ki, birinin 60% digərinə bərabər olan 2 ədədin cəmi 184 olarsa, bu ədədlərin böyüyü neçəyə bərabərdir deyə. Biz bu ədədləri tapdıq. Biri 69, biri isə 115-dir. Bunların böyüyü dediyinə görə də cavabımız olur X, yəni 115 A variantı. İndi isə keçid alırıq 59-cu suala. Sualımız belədir. Təsvir edilmiş fiqurun həcmini tapın. Bizim burada verilmiş fiqurumuz düzbucaqlı paralellepipeddir və bunun kəsiyi var deyək ki. Və burada verilib tillərə qiymətlər. Tilinin biri buradan buraya qədər olan 1 santimetrdir. Buradan bura qədər olan 4 və buradan bura qədər olan 2. Biz əvvəlcə tapmalıyıq tam bütöv paralellepipedin həcmini və sonra bu çıxarılmış kiçik paralellepipedin həcmini və bu iki böyük paralellepipedin həcminə kiçik paralellepipedin həcmini çıxmalıyıq. İndi əvvəlcə tilləri hesablayaq. Əgər bura 1-dirsə də, burada 1 olacaq və eyni ilə buralar 1 olaraq qalacaqdır. Bura 4-dirsə də, bu digər tərəf də 4 olur və bu zaman bu iki tərəf bərabər olur 8-ə. Və bura 2-dirsə də, bu tərəf də 2-dir və eyni ilə bura və bura da 2-dir. Bu zaman bu aşağı tərəfimiz də bərabər olur 6-ya. Və böyük paralellepipedin həcmini tapaq. Və B bərabər olur. Bizim tillərimiz nəyə bərabər oldu? 6 vurulsun 8, bir də vurulsun buradakı 1. Böyük paralellepipedimiz bərabər oldu
48 santimetr kubu. İndi baxaq kiçik paralellepetə. Kiçik paralellepetimiz buradan bura qədər bərabər olur 2-yə. Bu tərəf bərabərdir 1-ə və hündürlük, yəni bu tərəf bərabərdir 4-ə. Bu zaman kiçik paralellepetimiz bərabər olur və kiçik bərabərdir 2 vurulsun 1 vurulsun 4-ə. Bu da bərabərdir 2 1-ə vuranda 2, bunu da 4-ə vuranda 8. Və biz bu fiqurun həcmini tapmaq üçün böyük paralellepetin həcmindən kiçik paralellepetin həcmini çıxacaq. O da edəcək 48 çıxılsın 8 bərabərdir 40. Cavabımız olur A variantı. İndi isə keçid alırıq 60-cı suala. Sualımız belədir. Baba oğuldan 20 yaş, nəvədən 50 yaş böyükdür. Baba, oğul və nəvənin yaşları cəmi 170-ə bərabərdir. Oğul neçə yaşındadır? Biz indi burada belə yazırıq. Baba olur X. Oğula veririk Y və nəvə olur Z. Burada X plus Y plus Z'imiz bizim olur 170. İndi bunları bir-biri ilə əvəz edək. Buradan baba oğuldan 20 yaş böyükdür deyirik və nəvədən 50 yaş böyüksə də X bərabər olur nəvədən, yəni Z plus 50. Sonra bunu babanın tərsinə nəvəyə görə əvəz eləyək. Bu zaman Z bərabər olur. Yəni nəvə bu zaman kiçik olur babadan 50 yaş. X minus 50-yə. Bu iki şərtə görə biz oğulun yaşını Z ilə əvəz edib belə yaza bilərik. Y bərabərdir Z plus 30. Yəni məsələdə dediyi kimi baba oğuldan 20 yaş, nəvədən 50 yaş böyükdürsə də bu zaman oğul artıq nəvədən 30 yaş böyük olmuş olacaq. Və burada X plus Y plus Z bərabərdir 170 də bizim əlimizdə var. Bu zaman artıq biz yuxarıda verdiyimiz düsturda, yəni X plus Y plus Z bərabərdir 170 də, buradakı X bərabərdir Z plus 50 ilə Y bərabərdir Z plus 30-u X və Y-in yerinə qoyub hesablayacaq. Bu zaman olur X plus Y plus Z bərabərdir 170 və X və Y-in yerinə artıq Z plus 50 plus Z plus 30 plus Z bərabər olur 170 və buradan 3Z plus 80 bərabər oldu 170-ə. 3Z-imiz bərabər olur 170-dən 80 çıxdıqda 90. Z bərabər olur bu zaman 30-a. Yəni nəvə 30 yaşında olur. Biz tapmalıyıq oğulun yaşını. Oğul da bərabər olur Y bərabərdir Z plus 30-a. Və Z-imiz 30 olduğu üçün Y bərabər olur 30 plus 30, yəni 60. Yəni oğulun 60 yaşı var imiş. Cavabımız olur C. 61-ci sualla miqdar müqayisəsi sualı ilə davam edirik. Bizim burada verilib A çıxılsın B bərabərdir 0 və variantlarda B və 0. Bunları müqayisə etməliyik. A çıxılsın 0-a baxdıqda biz deyə bilərik ki, A bərabərdir B-yə. Və bu A və B mənfi də ola bilərlər, müsbət də ola bilərlər. Əvvəlcə müsbət olduqları varianta baxaq. Məsələn, deyək ki, A bərabərdir 5-ə, bu zaman B də olur 5. Yəni, B-miz 5 olduqda, bu zaman 0-dan böyük olur. Mənfi olduqda, deyək ki, A bərabərdir minus 5,
B bərabərdir minus 5'e. Bu zaman B'miz artıq minus 5 olduğuna göre bu zaman sıfırdan kiçik olur. Yəni burada deyirik ki, verilən məlumat hansı miqdarın artıq olduğunu müəyyən etmək üçün kifayət deyil. Cavabımız olur C variantı. Keçid alırıq 62-ci suala. Sualımız belədir. Azalan sıra ilə verilmiş 15, 12, x, 7, 3 ədədlərinin ədədi ortası 9'a bərabərdir. Və A variantında verilib x ədədinin qiyməti, B variantında isə verilib 10. İndi bu ədədlərin ədədi ortası 9'a bərabərdirsə, demək ki, bu ədədlərin cəminin bunların sayına nisbəti bərabərdir 9. İndi buradan bu x'i tapmalıyıq biz. Bu zaman olur 15 plus 12 plus x plus 7 plus 3 bölünsün bunların sayı yəni 5 bərabər olur 9'a. Bu zaman 37 yəni bu digərlərin cəmi plus x bərabər olur 5 vurulsun 9'a yəni 45. Bu zaman x'imiz də bərabər olur 8 yəni 45 çıxılsın 37. Bu zaman 8 də olur A variantı. Və B variantımız 10'dur. Yəni cavabımız olur B. B daha böyükdür. Keçirik 63-cü suala. Burada deyir, kitabın qiymətinin 20%-nə 2 qələm almaq olar. A variantına verilib kitabın qiyməti, B variantında 10 qələmin qiyməti. Biz bunları müqayisə etməliyik. Kitabın qiymətinə verək, kitabın qiyməti olsun x, qələmin qiyməti olsun y. Və buradakı verilən şərtə görə yazaq. %20 x bərabər olsun 2 qələm aldığına görə 2y. Bu zaman bizim x'imiz bərabər olur 2y vurulsun 100 bölünsün 20'ye. O da bərabər olur 2y vurulsun 5'e. Yəni bərabər olur 10y. Yəni bu zaman deyirik ki, x bərabərdir 10y. Və kitabın qiyməti 10 qələmin qiyməti də dedikdə, kitabın qiyməti bizim x-dir. 10 qələmin qiyməti də 10y olur. Yəni cavabımız bərabərdir. Cavab C variantı. Keçirik 64-cü suala. Burada verilib A vurulsun B böyükdür 0'dan və B vurulsun C kiçikdir 0'dan. Bu zaman A variantında A, B, C, B variantında isə 0 verilib. Bunları müqayisə etməliyik. Biz bilirik ki, A vurulsun B böyükdür 0'dırsa da A və B ya ikisi də müsbət olmalıdır, ya ikisi də mənfi olmalıdır. Yəni əgər A böyüksə 0'dan, bu zaman B də böyükdür 0 olur. Əgər A kiçikdir 0'dırsa, B də kiçikdir 0 olur. İkinci şərtimizdə isə BC kiçik olmalı 0'dan. Bu zaman biz deyə bilərik ki, B kiçikdirsə 0'dan, C o zaman 0'dan böyük olmalıdır. Əgər B böyüksə 0'dan, bu zaman C kiçik olmalıdır 0'dan. İndi bu varianta baxaq. A vurulsun, B vurulsun, C. A'yı əgər müsbət götürürüksə də, yəni ilk varianta görə, B'miz olur müsbət və B müsbətdir deyə C'miz olur mənfi. Bunları da vuranda plus vurulsun plus, yəni müsbət vurulsun müsbət, olacaq müsbət. Müsbəti də mənfiyə vuranda olur mənfi. Bu zaman 0'dan kiçik olur. İndi ikinci variantımıza görə baxaq. Əgər A 0'dan kiçikdirsə də,
10-da olur. B də 0-dan kiçik. Və B 0-dan kiçik olanda C'miz olmalıdır 0-dan böyük. Yəni vurulsun plus. Bu da olur. Mənfi vurulsun mənfi olur plus. Plusu da plusa vuranda eləyir müsbət ədəd. Yəni bu zaman artıq 0-dan böyük olur. Yəni yenə deyirik ki, verilən məlumat hansı miqdarın artıq olduğunu müəyyən etmək üçün kifayət deyil. Yəni cavabımız C variantı. Keçirik 65-ci suala. Motosikletçinin sürəti 64 km/saatsa da A variantında tapmalıyıq biz motosikletçinin 90 dəqiqə getdiyi yolu. Bir də B variantında verilib 95 km. Bunu biz müqayisə etməliyik. Biz bilirik ki, burada verilən şərtə görə motosikletçi 1 saata 64 km gedir. 1 saatımız da 60 dəqiqəyə bərabər olduğu üçün motosikletçi 60 dəqiqəyə 64 km gedir. Yəni biz tapmalıyıq 90 dəqiqəyə nə qədər gedər? O da bərabər olur x-ə. Bunu çarpaz vurub x-i tapa bilirik. Bu zaman x bərabər olur 90 vurulsun 64 bölünsün 60-a. Bu da bərabər olur 96 kilometr. A variantımız olur 96 kilometr, B variantımız olur 95 kilometr. Yəni A variantı B variantından böyük olur. Cavab olur A. Keçirik məsələlərə. 66-cı sualla davam edirik. Şəkildə düzbucaqlı üçbucaq təsvir edilmişdir. Kateti və hipotenuzu verilmiş düzbucaqlı üçbucağın sahəsi nəyə bərabərdir? Burada düzbucaqlı üçbucağın bir kateti verilib 5 və hipotenuzu verilib 13. Fəqor teoremindən biz bilirik ki, katetlərin kvadratları cəmi hipotenuzun kvadratına bərabərdir. Yəni A kvadratı plus B kvadratı bərabər olur C kvadratına. Bizim C burada hipotenuzdur, yəni 13'dür. A isə burada 5'dir. Yəni 5'in kvadratı plus B kvadratı bərabər olur 13'ün kvadratına. Bunu B kvadratı bərabər olur bu zaman 13 kvadratı plus 5'in kvadratına. Və buradan tapa bilərik ki, B bərabərdir 13'ün kvadratı eləyir 169, çıxılsın 5'in kvadratı, yəni 25, o da bərabər eləyir kök altında 144. 144'dən də kvadrat kök çıxır 12. Yəni düzbucaqlı üçbucağın ikinci kateti Fəqor teoreminə əsasən 12'ə bərabərdir. Və indi biz tapmalıyıq bu üçbucağın sahəsini. Üçbucağın sahəsi bərabərdir 2 katetin hasili, yəni 5 vurulsun 12 bölünsün 2'yə. O da bərabərdir 30 santimetr kvadratı. Yəni cavabımız C variantı. 67-ci sualla davam edirik. Dayanacaqda avtobusa 7 sərnişin mindi. Növbəti dayanacaqda isə 10 sərnişin mindi, 8 sərnişin düşdü. Avtobusda 20 sərnişin qaldı. Əvvəldən avtobusda neçə sərnişin var idi? Biz əvvəldən avtobusda neçə sərnişin olduğunu bilmək üçün bu əvvəldən avtobusda neçə sərnişin olduğunu məchul olaraq sayırıq, yəni x. Buradan başlayırıq yazmağa. 7 sərnişin mindi dedikdə x plus 7 olur. Sonra növbəti dayanacaqda 10 sərnişin mindi dedikdə bunu artıq mötərizə içinə alırıq. Plus 10. Və 8 sərnişin düşdü deyəndə bunu da mötərizə içinə alıb çıxılsın 8 və avtobusda 20 sərnişin qaldı dedikdə cavab olur 20. İndi bu tənliyi həll edək. Başdan x plus 7 plus 10'u olduğu kimi yazırıq və burada minus 8 bərabərdir 20'dir deyə 20'nin üstə gəlir 8'i. O dedik 28. Sonra davam edirik. Bu zaman x plus 7 bərabər olur. Bu zaman plus 10 bərabərdir 28'dir deyə 28'dən çıxırıq 10'nu. O da eləyir 18. Və
Buradan da x bərabər olur. 18 çıxılsın 7. O da bərabərdir 11-ə. Yəni əvvəldən avtobusda 11 sərnişin var imiş. Cavabımız olur D variantı. Bunu tapmaq üçün əvvəlcə biz tam buradan bir düz xətt çəkməliyik. Və bu çəkdiyimiz düz xətt ilə bu bucaq və bu bucaq bərabər olacaq 90 dərəcəyə ikisi də. Çünki ikisi də düz bucaqdır. Və indi geridə qalan bucaqları tapaq. Burada verilib 40 dərəcə və bu da düz bucağımız bəllidir ki 90 dərəcədir və 3 bucaq alındı burada. 3 bucağın daxili bucaqların cəminin 180 olduğunu bildiyimiz üçün biz 180-dən çıxarırıq. Bu 90 plus 40-ı. O da bərabər olacaq 140 dərəcəyə. Yəni bizim bu bucağımız 140 dərəcədir. Və indi biz tapmalıyıq bu bucağı. Bu bucağı. Bunu tapmaq üçün əvvəlcə biz bunu tapmalıyıq. Və açıq bucaq biz bilirik ki 180 dərəcədir. Və bu açıq bucağın bir tərəfi 130-dur. Digər tərəfini tapmaq üçün 180-dən çıxırıq 130-u. O da bərabər olur 50. Yəni bizim bu bucağımız da bərabərdir 50 dərəcəyə. Və indi tapdıq. Bura 90 dərəcə düz bucaq olduğu üçün bura 50 dərəcə və bu alfanın yanındakı bucağı tapmaq üçün 180-dən çıxırıq 90 plus 50. O da bərabər eləyir 180 çıxılsın 140 bərabərdir 40 dərəcəyə. Yəni burada 40 dərəcə oldu. Yuxarı bucaq oldu 50 dərəcə. Bu aşağı bucaqda oldu 40 dərəcə. Və tam bu açıq bucağımız bilirik ki hamısı 180 dərəcədir. Və bu zaman alfayı tapmaq üçün 180 dərəcədən çıxırıq. 50 dərəcə toplansın 40 dərəcə. O da bərabər olur 180 dərəcə çıxılsın 90 dərəcə. Bərabər olur 90 dərəcəyə. Yəni alfa bucağımız bizim bərabərdir 90-a. Cavabımız B variantı. Keçirik 69-cu suala. Sualımız belədir. 5 eyni boru 8 saat hovuzun 15-də 5 hissəsini doldurursa, 8 belə boru 3 saat hovuzun hansı hissəsini doldurar? Buna tənəssüb qururuq. Yəni burada 5 eyni boru, 5 boru 8 saata hovuzun 15-də 5 hissəsini doldurursa, 8 belə boru 3 saata hovuzun neçə hissəsini doldurar? Yəni x. Bunu belə tənəssüb qururuq. Yəni 5-i vururuq 8-ə, sonra vururuq x-ə. Və sonra o da bərabər olur 8 vurulsun 3, vurulsun 15-də 5-ə. 8-i 5-ə vururuq x-ə. O da bərabər olur 8 vurulsun 3, vurulsun 15-də 5. Bu zaman cavabımız bərabər olur 40x bərabərdir 8-ə. Və x də bərabər olur 8 bölünsün 40, ixtisar edəndə 5-də 1-ə. Yəni 5 boru, 5 eyni boru 8 saat hovuzun 15-də 5 hissəsini doldurursa, 8 belə boru 3 saata hovuzun 5-də 1 hissəsini doldurar. Yəni cavabımız olur C variantı. Keçirik 70-ci suala. Sualımız belədir. Kitabın səhifələri birdən başlayaraq nömrələnmişdir. 800 səhifəli kitabı nömrələmək üçün neçə rəqəmdən istifadə olunmuşdur? Bu sualı həll edərkən biz bir-bir saymaqdan çox asan yolla başvuracaq. Burada birdən başlayaraq da nömrələnmişdir və kitabımız 800 səhifəlikdir. Əvvəlcə biz tək rəqəmlilərə baxacaq. Tək rəqəmlilərimiz bizim olur 1-dən 9-a qədər. 9 ədəd, eyni ilə 9-da rəqəm var. Yəni 9 rəqəm burada. Sonra indi keçid edirik 2 rəqəmlilərə.
2 rəqəmlilər. Bunlar da başlayır 10-dan 99-a qədər. Bunların neçə ədəd olduğunu tapmaq üçün 99-dan çıxırıq biz 9-u. Çünki 10 2 rəqəmlidir artıq. O deyilir 90 ədəd. Və bu 90 ədəd 2 rəqəmli olduğu üçün 90-ı vururuq 2-yə və alınır bizim 180 rəqəmimiz. Və indi keçirik 3 rəqəmlilərə və 800 səhifəli kitab olduğunu bilirik. Bu zaman 800-dən çıxırıq biz ən böyük 2 rəqəmli ədədi, yəni 99-u. Bu da edir 701 və bu eləyir 701 ədəd. Bunun da neçə rəqəm olduğunu tapmaq üçün 3 rəqəmlidir deyə 701-i vururuq 3-ə, o da eləyir 2103. İndi biz bunları nömrələmək üçün neçə rəqəmlə istifadə olunduğunu tapmaq üçün bunları toplamalıyıq. 2103 plus 180 plus 9 bərabər olacaqdır 2292. Cavabımız olur D variantı. Keçirik artıq göstəricinin kifayət etməsinə. Belə məsələlərdə bizə 2 şərt verilir və bu 2 şərtin hansının kifayət olub, hansının kifayət olmadığı biz tapmalıyıq. Məsələn, elə ola bilər ki, birinci şərt kifayət ola, ikinci olmaya, ya da ki, tam tərsinə ikinci kifayət ola, birinci kifayət olmaya, ya ikisi birdən kifayət ola, ya ikisi də kifayət ola ayrı-ayrılıqda da, ya da ki, heç biri kifayət olmaya. İndi davam eləyək biz 71-ci sualla. Sualımız belədir. K natural ədəddir. Yəni, K-mız natural ədəddir və 2 şərtimiz verilib. Birinci şərtdə deyir, K ədədi 3-ə bölünür. İkinci şərtdə isə K ədədi 18-ə bölünür. Burada bizdən də soruşduğu sual K ədədinin 9-a bölünüb bölünmədiyini müəyyən etmək. Birinci şərtə baxaq. K ədədi deyir 3-ə bölünür. Biz bilirik ki, ədəd 3-ə bölünürsə, deməli bunun bu ədədin rəqəmlərinin cəmi 3-ə bölünür. K ədədi 18-ə bölünür. K ədədi 18-ə bölünürsə, deməli K ədədi həm 2-yə, həm də 9-a bölünür. Və bizim sualımıza bax, K ədədinin 9-a bölünüb bölünmədiyini müəyyən etmək üçün biz hansı şərtin kifayət olub-olmadığını bilməliyik. Məsələn, indi birinci şərtə bax, K ədədi 3-ə bölünür. 3-ə bölünən ədəd 9-a da bölünürmü? Məsələn, 3-ə bölünən ədədlər burada. 3-ə bölünən ədədlər deyəndə 3, 6, 9, 12, 15 və s. və elə yaxın. Bunların hamısı bilir ki, biz 3-ə bölünür. Bunlar 9-a bölünürmü? Məsələn, bax, 3 9-a bölünmür. 6 9-a bölünmür. 9 9-a bölünür. 12 bölünmür. 15 yenə bölünmür. 12 mi? Yəni, birinci şərtimiz buradan bəllidir ki, kifayət deyil. Keçərik ikinci şərtə. K ədədi 18-ə bölünür. İndi 18-ə bölünən ədədlərdən yazaq. Məsələn, deyək, 18, 36. Bunlar 18-ə bölünürlər. Eləcə də ki, 9-a da bölünürlər. Yəni, deməli, burada birinci şərtimiz kifayət deyil, amma ikinci şərtimiz kifayətdir. Və cavablardan biz burada variantlardan seçəndə B variantını seçirik. Yəni, ikinci şərt kifayətdir, birincisi isə kifayət deyil. Yəni, K ədədi 3-ə bölünürsə də 9-a bölünməyə də bilər. Çünki K ədədi 3 ola bilər, 6 ola bilər və 3 və 6 9-a bölünmür. Amma K ədədi 18-ə bölünürsə, K ədədi 9-a da bölünür deməkdir. Davam edirik 72-ci sualla. Bu sualda deyir, ABCD paralleloqramı təsvir edilmişdir. Və 2 şərtimiz verilib. Birinci, bucaq A bərabərdir 120 dərəcəyə. Yəni, bu 120 dərəcəyə birinci şərtdir. İkinci şərtimizdə bucaq D bərabərdir 60 dərəcəyə. Və bizdən soruşur, bucaq C-nin nəyə bərabər olduğunu müəyyən etmək üçün hansı şərt kifayətdir? İndi buna baxaq. Əvvəlcə birinci şərtə görə. Bucaq əgər 120 dərəcədirsə də,
Bu zaman biz paralelogramın bucaqlarına görə qaydalar deyək. Bucaq A bu zaman bərabər olur paralelogramda bucaq C-yə və bucaq B də bərabər olur bucaq D-yə. Biz bu qaydaları bilirik. Bir də bucaq A plus D bərabərdir bucaq B plus bucaq C-yə, yəni onlar da bərabər 180 dərəcəyə. Və bizim əgər bucaq A bərabərdirsə də 120 dərəcəyə, bu zaman bucaq C də bərabər olacaq 120 dərəcəyə. Yəni birinci şərtimiz bizim kifayətdir bucaq C-nin nəyə bərabər olduğunu tapmaq üçün. İndi keçirik ikinci şərtə. Yenə eyni qaydalardan istifadə edərək baxırıq. Bucaq D-miz ikinci şərtdə bərabərdir 60 dərəcəyə. Və bu zaman biz bilirik ki, yenə bucaq A plus bucaq D bərabərdir 180 dərəcəyə və bizim bucaq D-miz verilibdir 60 dərəcə. Bu zaman bucaq B bərabər olur 180-dən çıxırıq 60-ını 120 dərəcə. Az öncə dediyimiz kimi paralelogramda bucaq A bərabər olduğu kimi bucaq C-yə, bucaq A-mız 120 dərəcədirsə də yenə bucaq C-miz də olur 120 dərəcəyə. Yəni ikinci şərt də kifayətdir. Və bir də ona gördük ki, iki şərt ayrı-ayrılıqda kifayətdir. Yəni birinci şərti biz ikinci şərti olmadan yerinə yetirdik, cavab aldıq. Elə də ki, ikinci şərti də birinci şərt olmadan yerinə yetirib yazdıq. Bu zaman artıq deyirik ki, ayrı-ayrılıqda həm birinci, həm də ikinci şərt kifayətdir. Yəni cavabımız olur C variantı. İndi keçirik 73-cü suala. Burada verilib A plus B plus C bərabərdir 12 olduqda iki şərtimiz verilib. Birinci şərtdə A plus B bərabərdir 8, ikinci şərtdə isə A vurulsun B vurulsun C bərabərdir 60. Buradan A, B və C ədədlərinin nəyə bərabər olduğunu müəyyən etmək üçün hansı şərt kifayətdir? Əvvəl birinci şərtə baxaq. Birinci şərtdə A plus B bərabərdir 8 və bizim başda verilən şərtdə A plus B plus C bərabərdir 12 verilib. Birinci şərtdə isə A plus B bərabərdir 8 verilibdir. Buradan biz tapa bilirik C-nin nəyə bərabər olduğunu. O da bərabərdir 12 çıxılsın 8-ə. Yəni C bərabərdir 4. Bu birinci şərtdən, amma digərlərinin A və B-nin nəyə bərabər olduğunu müəyyən etmək mümkün deyil. Yəni birinci şərtimiz kifayət deyil. İndi keçək ikinci şərtə. İkinci şərtimizdə A vurulsun B vurulsun C bərabərdir 60 verilib. Buradan A plus B plus C bərabərdir 12 və A vurulsun B vurulsun C bərabərdir 60 olduqda bu ədədləri tapmaq mümkünsüzdür. Ona görə də biz bu iki şərti birlikdə götürəcəyik. Və biz birinci şərtdən A plus B bərabərdir 8 şərtindən C-nin 4-ə bərabər olduğunu tapdıq. Və bu şərtə görə A vurulsun B vurulsun C bərabərdir 60 olduğuna görə buradan C yerinə qoyduqda, yəni 4 yerinə qoyduqda 4 vurulsun A vurulsun B bərabər olur 60-a. Buradan A vurulsun B bərabərdir 60 bölünsün 4-ə, yəni bərabərdir 15-ə. İndi bunu biz sistem təlini yolu olaraq həll edə bilərik. Yəni o zaman burada olur bizim A plus B bərabərdir 8 və A vurulsun B bərabərdir 15. Bu sistemi həll edək. Bu sistemi həll etdikdə biz əvvəl A bərabərdir 8 çıxılsın B, sonra yazırıq. A bərabərdir 15-ə. Burada A-yı yerinə qoyub əvəz edib hesablayırıq. 8 minus B A-nın əvəzinə vurulsun B bərabərdir 15-ə. İndi bu mötərizəyə açırıq. Bu mötərizəyə açdıqda 8 əvvəlcə B-yə vururuq, çıxılsın B-yi vururuq B-yə.
Bu da olur 8b minus b kvadratı bərabərdir 15. Və bizim misalı yazaq, tənliyi yazaq bu şəkildə. Minus b kvadratı minus 8 plus 8b minus 15 bərabərdir 0 şəklində. Və bunu minus 1-ə vuraraq bu tənliyi düzəldək. O da o zaman olur b kvadratı minus 8b üstə gələk 15 bərabərdir 0. Və bu bizim kvadrat tənliyimizi diskriminant yolu ilə həll etməyə başlayaq. Burada yazırıq onda b kvadratı minus 8b plus 15 bərabərdir 0-a. Buradan biz diskriminantı tapaq. Diskriminant yəni d bərabərdir b kvadratı minus 4a c-yə. Buradan bizim a-mız bərabərdir b-nin əmsalı, yəni 1. b-miz olur burada. Bu b-nin əmsalı, ortadakı b-nin əmsalı olur minus 8. Və c-miz olur 15. İndi diskriminantı tapaq. O da bərabərdir b kvadratımız olur minus 8-in kvadratı. Çıxılsın 4 vurulsun a, yəni 1. Vurulsun c, yəni 15. Bu da o zaman bərabərdir. Minus 8-in kvadratı olur 64. Çıxılsın 4-ü vururuq 1-ə 4. Vurulsun 15. O da bərabər olur 60-a. Onda diskriminantımız bərabər olur 4-ə. İndi biz tapmalıyıq b-yi. B bu zaman bərabərdir minus b plus minus, yəni belə kök altına d bölünsün 2a-ya. Və bu düsturda yerinə qoyduqda b1-imiz bərabər olur 8 çıxılsın kök altında 4-ümüz olur 2 bölünsün 2 vurulsun a, yəni a-mız da 1-dir 2-yə. Bu da bərabər olur 6 bölünsün 2, yəni 3. Eyni üsulla sadəcə burada minusu plus edərək b2-yi tapaq. Bu zaman b2 də bərabər olur 8 plus 2 bölünsün 2. O da bərabərdir 10 bölünsün 2-yə, yəni 5-ə. Biz buradan tapdıq b1 və b2-yi. Diskriminantı hesablayaraq. İndi bu b1 və b2-lərin sayəsində biz tapacağıq a-yı. Bu zaman bizim a da bərabər olur. Əvvəlcə a1-dən başlayaq. b1-imiz 3 olduğuna görə 8 çıxılsın 3. O da eləyir 5. Sonra a2-miz də olur 8 çıxılsın b2-nin qiyməti olur 5 bərabər 3-ə. Yəni buradan görünür ki, biz burada a plus b plus c bərabər 12 olduqda və şərtlərimizdə birinci şərtimiz a plus b bərabər 8 və a vurulsun b vurulsun c bərabər 60 olduqda a, b və c ədədlərinin nəyə bərabər olduğunu tapmaq üçün hər iki şərti birdən istifadə etməliyik. Əvvəlcə buradan c-yi tapdıq. C-miz bərabər oldu 4-ə. Sonra bu c-yə görə a vurulsun b-yi tapdıq. O etdi 15 və bunu sistem tənliyi olaraq həll etdik. Axırda a və b-nin qiymətlərini də tapmış olduq. Yəni burada iki şərti birdən işlətdik və cavabı aldıq. Yəni variantımızda cavabımız da olur. Birinci və ikinci şərtlər kifayətdir. Ayrı-ayrılıqda isə heç biri kifayət deyildir. Cavabımız oldu C. İndi isə keçirik 74-cü suala. Burada verilibdir. ABC üçbucağı təsvir olunmuşdur. Şəkildə göründüyü kimi. Və iki şərt verilib. Birinci şərtdə bucağa plus bucaq C bərabər 140 dərəcə. İkinci şərtdə verilib. Bucaq B bərabərdir 40 dərəcə. Alfa plus betayı tapmaq üçün
Hansı şərtlər kifayətdir? Biz birinci şərtə baxaq. Burada verilib bucaq A plus bucaq C, yəni bu ikisinin cəmi 140. Bu zaman biz sadəcə tapa bilirik bucaq B-nin nəyə bərabər olduğunu. Çünki 3 bucağın daxili bucaqlarının cəmi biz bildiyimiz kimi 180 dərəcəyə bərabərdir. Və bucaq A plus bucaq C-nin də bərabərdirsə 140-a, 180-dən biz 140-ı çıxdıqda bucaq B olur 40 dərəcə. Və bu bucaq B-yi bildiyimizə görə biz tapa bilirik beta bucağını. Çünki beta bucağı B bucağının xarici bucağıdır və bucaq və xarici bucağın cəmi 180 dərəcəyə bərabər olduğunu bilirik. Və bunların cəmi 180 olduğuna görə və bucaq B 40 dərəcədirsə də 180-dən 40-a çıxanda beta bucağı deyilir 140. Və biz sadəcə beta bucağını tapa bilirik. Amma bizdən istədiyi alfa plus betadır. Amma biz bu şərt ilə alfa bucağını tapa bilmirik. Yəni birinci şərt kifayət deyil. Keçək ikinci şərtə. İkinci şərtdə isə deyir, bucaq B bərabərdir 40 dərəcə. Yəni bunun 40 dərəcə olduğu verilibdir. Biz yenə xarici bucağını tapa bilirik. Eynisi ilə 180-dən 40-a çıxdıqda bizim cavabımız olacaq 140. Yəni beta bucağımız 140-dır. Eyni ilə bu iki bucağın biz həmişəki cəmini tapa bilirik. Bu da edəcəkdir. Yenə eynisi ilə 140 dərəcə. Və biz yenə alfa bucağını tapa bilmirik. Buna görə də alfa plus betayı tapmaq üçün verilən şərtlər birlikdə götürüldükdə də kifayət deyildir. Yəni heç cürə biz alfa plus betayı tapa bilmirik. Yəni cavabımız olur D variantı. İndi keçirik 75-ci suala. Sualımız belədir. Qələm birləri, karandaş isə 1.50-dir. Abbas onlarya həm qələm, həm karandaş aldı. İki şərt verilmişdir. Birinci şərtimizdə deyir, Abbas eyni sayda qələm və karandaş aldı. İkinci şərtdə isə Abbasın aldığı qələm və karandaşların sayının cəmi 8 ədəddir. Biz burada deyirik ki, qələm 1 laridir. Karandaş isə 1.50 və bunların biz sayını bilmirik. Qələmin sayına verək biz x və karandaşın sayına veririk y. Və belə bir şərtə görə tənlik quraq. Yəni qələm 1 laridirsə də və sayı x-dirsə də x plus karandaş 1.50-dir və sayı y-dirsə də 1,5 y bərabər olur Abbasın 10 lariyə alması, yəni 10 lari. Yəni ilk tənliyimiz budur və indi şərtlərə keçirik. Əvvəlcə birinci şərtə baxırıq. Abbas eyni sayda qələm və karandaş aldı. Yəni birinci şərtə görə x bərabərdir y-ə. Və bunu yenə sistem tənliyi kimi həll edə bilirik. Buradan ilk öncə bu sistemi həll etdiyimizdə x bərabərdir y-ə baxırıq və x-in yerinə y qoyaraq misalı həll edək. Tənliyi həll edək. Burada x-in yerinə y qoyanda x yerinə y plus 1,5 y bərabərdir 10-a. O da bərabərliyir 2,5 y bərabərdir 10-a və y də bərabərdir 10 bölünsün 2,5 y-imiz olur 4 və x bərabərdir y-ə görə x deyil 4. Yəni burada Abbasın neçə karandaş aldığını müəyyən edə bilirik. Karandaşımız y-dir və y-imiz oldu 4. İndi burada birinci şərtimiz kifayətdir. Baxaq ikinci şərtə. Burada yenə x plus 1,5 y bərabərdir 10-a durur. İkinci şərtdə isə Abbasın aldığı qələm və karandaşın sayının cəmi 8 ədəddir. Yəni qələmin sayı x, karandaşın sayı da y-dir. Yəni bunların da cəmi 8-dirsə də x plus y bərabər olur 8-ə. Yenə eyni ilə sistem tənliyi şəklində bunu həll edə bilirik. Bunu əvvəlcə yazırıq. X plus 1,5 y bərabərdir 10 və burada
Bunu belə yazırıq. Y bərabərdir 8 minus x şəklində. Və burada artıq y-in yerində x-i qoyaraq, bunu qoyaraq, bu 8 minus x-i qoyaraq həll edirik. Bu zaman olur x plus 1,5 vurulsun 8 minus x bərabərdir 10-a. X plus yazıb mötərizəyə açırıq. 1,5-i 8-ə vuranda edir 12. Çıxılsın 1,5 x bərabərdir 10-a. Və buradan minus 1,5 x plus olur x bərabərdir 10 çıxılsın 12-yə. Tənliyi həll etdikdə. Və o da bərabər olur minus 0,5 x bərabərdir minus 2-yə. Bu zaman x-imiz bərabər olur minus 2 bölünsün minus 0,5-ə. X də bərabər olur 4-ə. X-i tapdıq və indi biz tapmalıyıq y-i. Y də bərabərdir 8 çıxılsın x, yəni 4. Y-imiz də bərabər olur bizim 4-ə. Yəni, buradan bəllidir ki, hər iki şərtimiz də bizim kifayətdir və ayrı-ayrılıqda kifayətdir. Birinci şərti sadəcə işlədərək də tapa bilirik biz, sadəcə ikinci şərti işlədərək də tapa bilirik. Yəni, burada cavabımız olur C, yəni ayrı-ayrılıqda həm birinci, həm də ikinci şərt kifayətdir. Məsələlərlə davam edirik. 76-cı suala başlayırıq. Şəkildə verilmiş kiçik dairənin radiusu 5 sm bərabərdir. Yəni, bu kiçik dairənin radiusu deyəndə AB bərabər olur 5 sm. Böyük dairənin sahəsi nəyə bərabərdir? Biz dairənin sahəsinin düsturu bərabərdir. Bilirik ki, pi r kvadratına. Kiçik dairənin radiusu bərabərdir 5 sm. R kiçik bərabərdir 5 sm. R böyük şəkilə əsasən bərabər olur 2R-ə. 2R bu zaman bərabər olur 10 sm. Yəni, böyük dairənin radiusu olur 10 sm. Və sahəyi tapanda artıq S bərabər olur pi vurulsun R kvadratı, yəni 10-un kvadratı. O da bərabər olur pi vurulsun 100, yəni cavabımız olur A variantı 100 pi. 77-ci sualla davam edirik. Sualımız belədir. Elmar 2 kilometrlik yolun 10%-ni piyada getdikdən sonra qalan yolun 30%-ni metro ilə gedib. Geridə qalan yolun 80%-ni avtobusla gedəsi oldu. Avtobusdan düşdükdən sonra Elmarın gediləsinə qədər yolu qaldı. Başlayaq bunu həll etməyə. Biz bilirik ki, 2 kilometrimiz bərabərdir 2000 metrə. İndi başlayaq. Əvvəlcə deyir 10%-ni piyada gedibdir. Yəni 2000 metrin tapırıq %10-unu. O da eləyir 200 metr. 200 metri piyada gedibdir və qalan yolun 30%-ni metro ilə gedib deyə 200-dən çıxırıq, 2000-dən çıxırıq 200-nü. O da bərabər olur 1800. 30%-ni metro ilə gedib deyə artıq biz tapırıq 1800-ün 30%-ni. O da bərabər eləyir 540 metr. Yəni 540 metrdə metro ilə gedib. Və sonra deyir, geridə qalan yolun 80%-ni avtobusla gedəsi oldu. Yəni 1800-dən bir də 540-ı çıxacaq. Buradan sonra qalan yolu bilməkdən ötürü. 1800-dən də 540-a çıxanda edir 1260. İndi biz burada tapdıq. 1800-dən çıxdıq 540-ı, qaldı 1260. İndi biz tapmalıyıq 1260-ın %80-ni, yəni avtobusla gedəsi olduğu yolu. 1260-ı da bunda vururuq %80-ə. O da edəcək 1008.
Və biz ən sonda tapmalıyıq avtobusdan düşdükdən sonra Elmarın gediləsi nə qədər yolu qaldığını və 1260-dan bunun üçün çıxır 1008-i. O da edəcək 252. Cavabımız olur C. 78-ci sualla davam edirik. 60 litr 70% spirtdən 10% spirt almaq üçün ona nə qədər su əlavə etmək lazımdır? Yəni bizim burada var 60 litr 70% spirtimiz və biz almalıyıq 10% spirt. Bunun üçün su əlavə olunmalıdır və biz əlavə olunan suyu X ilə işarə edirik. X əlavə olunan sudur və əvvəlcə tapırıq bu 60 litrdən nə qədər təmiz spirt var. O da 60-ı %70-ə vururuq, yəni 70%-ni. O deyilir 42 litr. Yəni 60 litrdə 42 litr təmiz spirt var. Və indi biz tapmalıyıq nə qədər su əlavə etdiyimizi. Dedik ki, burada əlavə olunan suyu X-ilə işarə elədik. Tapmalıyıq indi bu olur 60 plus X. Və buradan 42, yəni təmiz spirt bölünsün. Alınacaq məhlul, yəni 60 plus X bərabər olur 10%-nə, yəni %10-a. Bunu da ixtisar edib 1/10 şəklində yaza bilərik. Yəni belə 42 bölünsün 60 plus X bərabərdir 1/10-ə. Bunu da yenə çarpaz vuraraq və tapa bilirik. Bu zaman olur 60 plus X bərabər olur 42 vurulsundan, yəni 420-yə. Və 60 plus X-imiz 420-yə bərabər olduqda X-imiz də bərabər olur 420 çıxılsın 60, yəni 360-a. Cavabımız olur C variantı. Davam edirik 79-cu sual ilə. Burada verilib A ulduz B bərabərdir 10A çıxılsın 20B-yə. Biz tapmalıyıq 12 ulduz 2. Yəni A-nın yerinə 12, B-nin yerinə də 2 qoyub yazacaq. Burada o zaman olur 10 vurulsun A yerinə 12 çıxılsın 20 vurulsun B yerinə də 2. O da bərabər olur 10-u 12-yə vuranda eləyir 120 çıxılsın 20-yi də 2-yə vuranda 40. O da bərabər olur 80. Yəni cavabımız olur B variantı. Keçirik indi son sualımıza 80-ci suala. Sualımız belədir. Kənan Sənandan 3 yaş böyükdür. Arzu Sənandan 1 yaş böyükdür. Kənan və Arzunun orta yaşı 22-dir. Kənan neçə yaşındadır? Bunları əvvəlcə belə yazaq. Kənan, Sənan və Arzu. Bunları X, Y və Z şəklində işarələyək. Və bu indi şərtlərə görə yazaq. Kənan Sənandan 3 yaş böyükdürsə də, yəni X bərabər olur Sənan Y olduğu üçün Y plus 3-ə. İkinci şərt də deyir, Arzu Sənandan 1 yaş böyükdür. Arzu olur Z. Z də bərabərdir Sənan Y olduğuna görə Y plus 1. Və Kənan və Arzunun orta yaşı 22-dir. Yəni orta yaşda deyəndə X plus Z bölünsün 2 bərabər olur 22-yə. İndi biz tapmalıyıq X-i, yəni Kənanın yaşını. Bunu tapmaq üçün əvvəlcə bu orta yaş düsturuna baxacaq. X plus Z bölünsün 2 bərabərdir 22-yə. Burada X və Z-in yerinə bu qiymətləri yazaraq hesablamağa başlayırıq. Yəni X-in yerinə Y plus 3 plus Z-in yerinə isə Y plus 1 bölünsün 2 bərabər olur 22-yə. Burada indi həll edirik. Y-ləri toplayanda olur 2Y plus 3 ilə 1 toplayanda 4 bərabər olur. Bunu da belə vuranda 2 vurulsun 22-də olur 44. İndi tənliyimizi həll edək. Buradan 2Y bərabər olur
44 çıxılsın 4, o da bərabər olur 40-a. Və buradan y-imiz bərabər olur 40 bölünsün 2-yə, o da bərabərdir 20-yə. Y-imiz bərabər oldu 20. Buradan bilirik ki, y Sənanın yaşıdır. Və biz tapmalıyıq Kənanın yaşını. Kənanın yaşı isə buradan bərabər olurdu. X bərabərdir y plus 3-ə. Bizim y-imiz oldu 20. O zaman x olur 20 plus 3, yəni 23. Cavabımız olur D variantı 23. Deməli, bizim suallarımızın təhlili bu qədər idi. Sona qədər izlədiyiniz üçün təşəkkür edirəm. Bir sonraki təhlil videolarında görüşmək üzrə.